Atlantik okeanının sahilində yerləşən limanlar. Deməli, limanları nəzərə salaq. Bir Tampa, bəli, Tampa Meksika şöbəli sahilində ABŞ-a məxsus olan bir limandır. Yəni bu Atlantik okeanı sahili deməkdir. Bir. İki Tubaran. Tubaran da Braziliya sahillərinə düşür. Yəni Braziliya ərazisi də Atlantik okeanı sahilində yerləşdiyini nəzərə alaraqdan bu da bənd olaraq doğru bənddir. İki. Richards Bay bu Cənubi Afrika respublikasına düşür və əsasən Richards Bay Cənubi Afrikada Hind okeanı sahilində yerləşən limandır və bu yanlış bənd olacaq. 4 Dampier. Dampier Avstraliya ərazisindədir və Hind okeanı sahillərinə düşür. Bu da yanlış bənddir. Filadelfiya Amerika Birləşmiş Ştatlarına məxsus və ABŞ-ın şərqində, yəni Atlantik okeanı sahilində yerləşir. Demək ki, doğru bənddir 5-də. Newcastle bu liman Avstraliya sahillərindədir və Sakit Okean sahilinə düşür orada. Bu yanlış bənddir. Demək ki, bizim burada doğru bəndlərimiz 1, 2, 5 bəndi olacaq.